əməliyyat olduq, ömrümüzün sonuna qədər dərman içmək qəti bir göstəricidirmi bu qalxanvari vəz əməliyyatına, yoxsa bunun bir hissəsi götürülməsində mi yazılır, bütövlükdə mi götürülməsində yazılır və yaxud da bir törəməni götürülməsində? Əgər vəz tam götürülübsə, mütləq içilməlidir. Siz təsəvvür edin, qalxanvari vəz tamamilə yoxdur və insan əvəzləyici hormonal dərman atmasa 4 aydan artıq yaşaya bilməz. Bu qədər ciddidir. Yox, bir pay qalıbsa 90% halda qeyd etdiyimiz kimi dərmana ehtiyac olmur, heç olmur. Bəzən az dozalarda ehtiyac olur. Və yaxud hər iki payın bir hissəsi götürülüb, amma saxlanılan toxuma bəs eləyir, dərmana ehtiyac yoxdur. Amma ola bilsin vəz var, bütöv, heç əl də vurulmayıb vəzə, əməliyyat da olmayıb. Amma hormonal çatmazlıq var, bu halda da xəstə ömür boyu dərman atmalıdır. Ona görə də mütləq və mütləq buna individual yanaşmaq lazımdır. ZOB deyə bir ad altında bütün ZOB qalxanvari vəz xəstəliklərin birləşdirmək olmaz. ZOB əməliyyatı fəsadsız keçir deyənə bütün qalxanvari vəz əməliyyatları fəsadsız keçəcək deyə bir şey yoxdur. ZOB-dan sonra bir dərman da atırsan, bu o demək deyil ki, bütün xəstələr bunu belə eləməlidir. Ona görə də qalxanvari vəz hər bir fərdə individual yanaşmaq tələb eləyən, özündə çox böyük fəsadları cəmləyən, istər əməliyyat qabağı, istər əməliyyat sırası, istər əməliyyatdan sonra olan ciddi bir orqandır. Ona görə də o ilə zarafat eləmək olmaz.